Bismillah ve elhamdülillah. Allah Teala ve Peygamber Muhammed sallallahu aleyhi ve sellem bu dinde bize her şey öğretiblər. Həmçinin bizə kimlərlə yoldaşlıq eləyəcəyik, kimlərlə oturub duracağıq, onu da göstərib Allah və Rasulü. Allah Teala Quran-ı Kərimdə Peyğəmbəri Muhammed sallallahu aleyhi ve selleme əmr eləyir, deyir ki: "Vasbir nefseke ma'allezine yed'un rabbahum bil gadati vel ashiyyi yuridun veciheh." El-ayə. Gecə, gündüz Rəbbinin razılığını diləyərək ona dua edənlərlə bir yerdə özü səbirli apar. Allah Teala istiqamət verir ki, kimlərlə bir yerdə ol. Həm Peyğəmbər sallallahu aleyhi ve selleme, həm də onun davamçılarına. Möminlərə Allah Teala əmr eləyir ki, kimlər ki, səhər, axşam Allaha ibadət eləyirlər, Allahı zikr eləyirlər və əməllərində Allah üçün ixlaslıdırlar. Çünki Allah Teala buyurur ki, Rəbbinin razılığını diləyənlərlə bir yerdə ol.